Üzeyir bəy, biz əslində bir neçə dəfə qonaqlarımla birlikdə bir önəmli məqamı da müzakirə elədim. Yəni Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın, yəni Kiprə, Yunan Kiprinə səfir təyin etməsi. Hətta bəzi qonaqlarım açıq deyim, deyirdilər ki, siz burada bəzi gerçəkləri bilmirsiniz. Bəlkə də bu mövqe Türkiyə ilə razılaşdırılıb. Siz məsələnin dərinliyinə vara bilmirsiniz. Burada heç bir xəyanət, satqınçılığı yoxdur. Türkiyə dövlətinin maraqlarına zidd olan heç nə yoxdur və ilə axır və s. Amma nəhayət və deyirdilər ki, Türkiyə dövlətinin rəsmiləri niyə bu məsələyə münasibət bildirmir? Nəhayət Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan dünən bir dilə gəldi və Ankarada bir mətbuat konfransı oldu. Norveçin Xarici İşlər Naziri ilə birlikdə orada qınadı əməlli başlı və bildirdi ki, bu hadisə Türk Dövlətləri Təşkilatının gələcəkdəki fəaliyyəti və üzv ölkələr arasındakı münasibətlərin necə inkişaf edəcəyinə dair suallar doğurur. Türkiyə bu məsələlərin ailə daxilində müzakirə edilməsinin Türk dünyasının birlik və həmrəylik içində hərəkət etməsinin vacibliyini vurğulayır. Dolayısıyla həmin dövlətlərə belə bir mesaj göndərdi ki, dünyanın Kipr oyunlarına alət olmayın, vasitə olmayın. Yəni narahatlıq doğrudan da əsas var imiş. Fikrinizin davamı kimi dəyərli Mahir bəy, mən varlığım qədər əmin idim ki, Türkiyə bu məsələdə səsini çıxaracaq, sözünü deyəcək və dedi. Mən elə gəlir ki, sizdən və dəyərli izləyicilərdən də çox üzr istəyərək, xanım izləyicilər də var, o hamiləliyin ilk həftələrində, hamiləliyin qarşısı alınanda o rahat olur, nəinki sonra hamiləliyin neçənci ayında. Kimi tuta bildiniz də, yəni burada hər hansı bir etikadan kənar bir şey yoxdur. Yəni bu tibbi anlayışlardır. Yəni bu avantura da hansı ki fikirləşilmiş şeydir. Yəni əslində qalsa Türkiyəyə qarşı böyük bir oyunun tərki bir hissəsi idi. Mən hesab edirəm ki, bunun qarşısı artıq alındı. Bundan sonra yəni ağlı olan siyasətçi bu mövzunun ardına getməz. Və elə o məsələ orada da necə deyirlər batabat oldu və bu məsələ nöqtələnəcək. Çünki Türkiyəsiz Türk dövlətləri yəni istəyir yanında Rusiya və Rusiya olsun. Rusiyanın nə gündə olduğunu hamı artıq görür. Çin ola bilər, nə bilim digərləri ola bilər. Amma Türk dünyasının, yəni bu günləri ağsaqqalı Türkiyə Respublikası. Söhbət burada Erdoğandan və ya ki Hakan Fidandan kimdənsə gedir. Biz hamımız deyirik ki, Türk dünyasının qüdrəti bu günlər NATO'nun ikinci ən böyük ordusuna, gücünə, qüdrətinə, sahib olan Türkiyə Respublikası. Və birdən-birə o günəş çıxan yerdə şimşək çaxır, aləm qarışır, dolu yağır. Özbəkistan, Qırğızistan, Tacikistan və Qazaxıstan yığışırlar, bir qərar verirlər. Necə bu respublikalar dördü birdən yığılıb Rusiyaya qarşı demirlər ki, hey Rusiya, sən Azərbaycanın təyyarəsini vurmuşdun ha. Nə oldu? Niyə səsin? Amma Yunan Kiprində səfirlik açacağıq, nə bilim səni belə tanıyacaq. 841-ci qərar belə getdi, nə bilim neçənci qərar belə gəldi. Olmaz. Türkiyəyə qarşı, yəni o səhv addım, hər bir insandır da, insan qərar verəndə bəzən olur ki, yanlış qərarlar verir, amma o yanlışın özündə də bir naxış ondadır ki, nəhayət ki, Türkiyə dedi ki, bir balaca ciddi olun. Ola bilsin sizə bir yaxşı məclis təşkil eləsinlər. O məclisdə siz pənco-pənco, nə bilim, çoxdan içib yuhuş olasınız və sonra da razılıq verəsiniz ki, nə bilim, biz Xəzər dənizini ayaqyalın girib, buradan girib Qazaxıstandan çıxacaq, elə şeylər olmur. Mən hesab edirəm ki, məsələ artıq yekunlaşır. Mən bayaqları bir cümlə demək istəyirdim, Mahir bəy. Baxın, bir zamanlar bizim efirlərin o Əvəz bəydən danışdıq. Mən özümə borc bilirəm, bəzən ölüm itim dünyasında hamımız, yəni bu fani dünyada qonaqlardır. Bizim dəyərli Ruslan İmamquliyev var idi da, yadınıza gəlir. Dəyərli hədiyyə. Allah ruhunu şad eləsin. Həmin o, deməli, o zibil xəstəlikdən tutdu bizim qardaşımız Ruslan Alparslan. Bəli, bəli. Bax, bu günləri biz efirdən danışırıq, o haqq dünyasında. Mən onun ruhu qarşısında baş əydim. Bu bizim dəyərli qardaşımız olub, çox vicdanlı zabitimiz olub. Buna borc bildim ki, bu günləri efirdə, yəni biz bəzən danışırıq, bəzən insanları da yada salmalıyıq. Çünki Ruslan həqiqətən də çox ləyaqətli zabit idi, ləyaqətli qardaş idi. Təkcə o deyil, yəni bizim çox dostlarımız var, belə abırla, həya ilə, sakit şəkildə dünyasını dəyişirlər, biz onları illərlə yada salmır. Bunu da deməyə özümün ara görüşlərində soruşurlar, maraqlanırlar. Deyirəm ki,
Valla deyir ki, öz aramızda danışırıq. Efirdə səsləndirmə bir növ onun ruhuna hörmət kimidir. Əlbəttə ki, Ruslan bəy bir vaxtlar Azərbaycan televiziyasının bütün kanalların, internet televiziya kanallarının yaraşığı idi. Allah ruhunu şad eləsin. Biz o qardaşı nə qədər yaşayırıq, hər zaman xatırlayacağıq. Buyurun, sualınızı. Çox sağ olun Üzeyir bəy. Əslində bizim bir efir vaxtı bitdi. Və Əvəz bəy də yazırlar artıq azadlıqda. Yəqin ki, dərhal da azad olunub. Uzun ömür, can sağlığı və inşallah xərçəngə qalib gəlsin. Təşəkkür edirəm sizə, minnətdaram. Efirimizin qonağı oldunuz. Biz imkan daxilində tamaşaçılarımızın və mən təbii məni maraqlandıran bəzi suallar vardı. Yəni imkan daxilində nə qədər bacardıqsa onlara cavab tapmağa çalışdıq. Hörmətli Hürriyyət TV tamaşaçıları, sizə mənalı, maraqlı, əsas odur can sağlığı ilə keçirə biləcəyiniz bir həftə sonu arzulayıram.